Hamıya salam dostlar. Kanalıma, videoma xoş gəlmisiniz. Sadəcə oturub danışdığım bir video olacaq. Ona görə istəyirsinizsə yemək yeyəndə ya da nə bilim bir iş görəndə aça bilərsiniz. Mən çox vaxt elə edirəm. Sentyabr ayından bura qədər, yəni sentyabr, oktyabr, noyabr, dekabra gedir də artıq video çəkmirəm. Səbəb budur ki, mən əslində bu kanalla nə edəcəyimi hal-hazırda bilmirəm. Uzun müddətdir bilmirəm. Ona görə yəni oturub bunun üzərində fikirləşməli idim. Və nə qədər vaxtda to-do listimdə YouTube videosu çək deyə var idi və mən onu yəni üstün qaralaya bilmirdim. Ona görə bugün random bir video çıxdı qabağıma. Saat da gecə 1-in yarısıdır və videodan anladığım qədərilə deyirdi ki, yəni bir şeydən başlamalısan. Mən də ona görə istədim ki, nə edəcəyimi bilmirəmsə belə bunu dediyim bir video hazırlayım və bəlkə sonradan bəzi şeylər daha netləşər beynimdə. Bu kanala başlayanda mən 10-cu sinifdə oxuyurdum. Və o vaxtdan çox net dediyim bir şey var idi ki, mənim kanalım olsa bu dizayn haqqında olacaq. Çünki mənim ən yaxşı bildiyim şey odur. Və yəni o vaxtdan bu vaxta hal-hazırda 20 yaşım var. Yəni sırf dizaynla bağlı videolar hazırlayan bir kanala görə 1700 nəfər məncə çox yaxşıdır. Yəni arada imtahan videosu, Unique Vlog falan da qoyurdum düzü, amma mənim ən çox izlənən videom dizaynla bağlı video idi. Bu mənim üçün bilirsiniz böyle bir uğurdur. Yəni uğurdur mənim üçün, çox böyük bir uğurdur. Və yəni bunu eləyə biləndən sonra çox okey. Demək ki, mən mövzuda olan videoları insanlara izlədə bilirəm. Yəni insanlar bunu izləyirlər deyə fikirləşmişdim. Sonra bir müddət keçdi. Həm mənim təhsil, akademik və karyeri həyatım və normal həyatım olaraq bir sürü şey baş verdi və çox məncə disiplinli bir şəkildə buranı idarə edə bilmədim. Və hal-hazırda bu kanalla nə edəcəyim barədə bir fikrim yoxdur. Yəni, deyə bilərsiniz ki, 1700 nəfərdən yəni çox da bir şey eləməyə ehtiyac yoxdur. Çünki onsuz da azdır da deyə bilərsiniz. Amma yəni, mən bu az görünən rəqəm üçün belə çox çalışmışam. Ona görə buranı asanlıqla buraxmaq kimi bir fikrim yoxdur. Sadəcə artıq nə edəcəyimi dəqiq bilmirəm. Ya doğrudan disiplinli bir şəkildə dizayn videoları yükləməliyəm və bu daha maraqlı, diqqət çəkici bir şəkildə olmalıdır. Ya da başqa bir şey eləməliyəm. Əslində bir neçə vaxtdır ağlımda bəzi şeylər var. Bunu da eləmək istəyirəm, bunu da eləmək istəyirəm deyə. Sadəcə onu deyə bilərəm ki, vlog olmayacaq. Ya da yəni bir şey yəni sizə toxunan videolar olsun istəyirəm. Yəni bir işıq yandırsın. Başa düşürsünüz? Çünki mən daha çox elə videolardan xoşum gəlir. Ona görə bunlardan hazırlamağı fikirləşirəm. Ümumiyyətlə məni nə qədər vaxt izləyirsiniz, nəyə görə izləyirsiniz? Bunun haqqında heç bir fikrim yoxdur. Çünki yəni bunu siz bilirsiniz. Hansı videoma denk gəldiniz, oradan gəldiniz bura, bilmirəm. Amma ümid edirəm ki, doğrudan sizə bir faydam toxunmuşdur o baxdığınız videolardan bu yana. Bu şəkildə idi dostlar. Sadəcə bu videonu çəkib yükləmək istəyirəm. Mən başqa heç bir şey düşünmək istəmirəm. Və artıq bundan sonra daha professional irəliləmək istəyirəm burada. Yəni nə olacağını bir yerdə görəcəyim. Mən də hələ bilmirəm. Sadəcə daha məni xəyallarıma aparacaq bir yol olaraq istifadə etmək istəyirəm buranı. Yəni çünki o vaxt hazırlıqların arasında video editləyən o qıza ayda mən buraxdım. Özdə yəni ən eləyə biləcəyim vaxtda bunu buraxdım deyə bilmərəm. Çox qısa, əgər bura qədər izləmisinizsə, bilmirəm 3-4 dəqiqə olar. Özüm haqqında bir şey deyim ki, əgər yeni gəlirsinizsə məni tanıyın. Adım Şadiyədir. İqtisad Universitetində kompüter elmləri ixtisasında təhsil alıram. 4-cü kursam. Keçən dəfə imtahan kağızında bizə kurs yazmaq yeri var. Orada 4-cü kursu yazanda belə qəribə hiss elədim. Yəni 1 yazmışam, 2, 3, 4 və artıq bitir yəni. Praktikaya falan gedəcəyik. Çox qəribə gəlir bu mənə. Çünki mən özümü heç 4-cü kurs kimi hiss eləmirəm. Belə idi dostlar. Əgər bir şey demək istəyirsinizsə buradayam. Yəni mən Instagram çox pis istifadə edirəm. Ümumiyyətlə sosial şəbəkələrə çox pis istifadə edirəm. Çünki istifadə eləmirəm.
Ona görə sizin yazdıqlarınıza bəzən geri dönüş eləyə bilmirəm. Çox üzrlü sayın. Yəni Instagramdan daha tez mən YouTube-u görürəm. Ona görə əgər doğrudan bir sualınız filan varsa, mənim cavablaya biləcəyim bir sual varsa, aşağıda şərhlərdə yazsaz, yəni əlimdən gələn qədər kömək etməyə çalışıram. Sadəcə bəzi şeylər olur ki, mən bilmirəm. Məsələn, soruşursunuz ki, bu universitet yoxsa bu universitet. Amma mən bu universitetdə təhsil alıram. O universitetdəki təcrübə necədir onu bilmirəm. Ona görə sizə deyə bilmərəm ki, bura yoxsa bura. Ya da təhsil sistemini orada oxuyan bir tələbə qədər yaxşı bilə bilmərəm yəni. Ya da oranın təhsilinin nə səviyyədə olduğunu da bilə bilmərəm. Mənimki sadəcə Unix-dir. Kanalımı bəyənirsinizsə bəyənməyi, abunə olmağı unutmayın. Digər videolarda inşallah görüşərik. Özünüzə yaxşı baxın. Hələlik. Bye bye.